Haikudan danışacağıq, Yaponların şeir növündən. Haikuya Yaponların bayatısı da demək olar. Ancaq bayatı da, haiku da müəyyən ölçüyə və yığcamlığa malik olsa da, xeyli bir-birindən fərqlənirlər. Haiku 3 misralıq, 5-7-5 ölçüsündə yazılan, əsasən insanın təbiətlə əlaqəsini ifadə edən şeir növüdür. Haiku damlada dəryanı görmək məntiqi ilə yazılır. Milyonlarla anın içində ən xarakterik olanı seçmək, o ana inanmaq, heyrətlənmək tələb eləyir. Haiku az sözlə, bir neçə obrazla bütöv ömür haqqında danışmaq sənətidir. Haikunun kökündə, canında, mayasında uzaq şərq fəlsəfəsi, buddizm var. Haikunun Füzulisi görkəmli Yapon şairi Basyodur. Basyo 1681-ci ildə inzivaya çəkilir. 5 il sonra 1686-cı ildə ustadı Bucho tələbəsi Gohei ilə onu ziyarətə gəlir. Görüşdə Basyonun bəzi başqa tələbələri də iştirak edir. Basyonun bağını ilk dəfə görən Gohei belə deyir: "Bu sakit bağçada bütün bitkiləri, bütün ağacları ilə necə də Buddanın cövhəri var." Basyo cavab verir: "Böyük yarpaqlarda böyüklüyü, kiçik yarpaqlarda kiçikliyi ilə." Ustad Bucho söhbətə qoşulur. "Bəs indilərdə necədir?" Basyo deyir: "Yağış kəsib, yosunlar yaşıllaşır." Ustad Bucho soruşur: "Bəs Buddanın cövhəri, yosunlar yaşıllaşmamışdan qabaq necə idi?" Deyilənə görə bu məqamda bir qurbağa suya tullanır və Basyo belə deyir: "Qurbağa hoppandı, suyun səsi." Rahiblər heyrətlənir. Tələbələrdən biri deyir ki, ancaq ilk misra kəmdir. Basyo deyir: "Nə təklif edirsiniz?" Biri axşam düşür, bir başqası tənhalıqdakı, digəri dağ çiçəkləri misrasını təklif edir ilk misra kimi. Basyo deyir: "Bu misraların hərəsi vəziyyətin bir tərəfini yaxşı ifadə edir. Ancaq mən belə deyəcəm: Köhnə hovuz, qurbağa hoppandı, suyun səsi." Bir vacib məqam. Basyoya inzivaya çəkilmək üçün daxmanı hədiyyə edən tələbəsi Sampu balıq taciri olub. Bağçadakı köhnə hovuz əvvəllər ovlanmış balıqları diri saxlamaq üçün istifadə edilirmiş. Bu 3 misra haqqında cild-cild kitab var. Ancaq tükənmir ki, tükənmir. Bugün haiku artıq təkcə Yaponiyada yazılmır və artıq onun klassik ölçüləri də elastikləşib. Çağdaş şairlər 5-7-5 qəlibini gözləmədən dünyanın hər yerində öz şəhərinin haikularını yazır. Urbanistik haikular yaradırlar. Məsələn, 20-ci əsrin tanınmış postmodernist müəllifi Richard Brautigan haikunun sadəliyə, bəzək-düzəksizliyinə söykənərək gündəlik həyatın absurdunu, məişət həyatının mənasızlığını ifadə etmək üçün belə bir şəhər haikusu yazıb. Bir parça yaşıl bibər düşdü taxta salat kasasından. Nə olsun ki?